Salam, hörmətli Sumqayıt TV izləyiciləri. Ölkədə yüz minlərlə ailəni, xüsusilə Bakı, Abşeron və Sumqayıt sakinlərini illərdir narahat edən sənədsiz evlər problemi yenidən gündəmdədir. Bu dəfə məsələ birbaşa parlament səviyyəsində qaldırılıb. Milli Məclisin deputatı Kamal Cəfərov sənədsiz evlər üçün xüsusi bir amnistiya proqramının hazırlanmasını təklif edib. Sənədsiz evlər üçün şəhərsalma və memarlıq ilində amnistiya elan edilsin. Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Mülkiyyət hüququnun fikrincə bu addım həm 500 min evin sənəd problemini həll edə, həm də dövlət büdcəsinə milyardlarla manat qazandıra bilər. Deputat Kamal Cəfərov bildirib ki, sənədsiz evlərdə yaşayan vətəndaşlar qeydiyyat, dövlət xidmətlərinə çıxış və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsində ciddi əziyyət çəkirlər. Çıxış yolunu qonşu Türkiyənin təcrübəsində, yəni İmar Barışı proqramına bənzər bir mexanizmdə görən millət vəkili qeyd edib ki, nəqliyyat, elektrik xətlərinin mühafizə zolaqları və strateji riskli ərazilər istisna olmaqla digər evlər mərhələli şəkildə qanunləşdirilməlidir. Sumqayıt TV məsələni araşdırıb. İlk olaraq mövzuya hüquqi aspektdən yanaşaq. Hüquqşünas Ramil Süleymanov hesab edir ki, sənədsiz evlərlə bağlı onu bildirə bilərəm ki, zaman-zaman bununla bağlı kifayət qədər münasibətlər bildirilib, hətta ölkə başçısı səviyyəsində bu problemin mövcudluğu barədə məlumat var. Sadəcə olaraq, ümumiyyətcə biz birinci ifadələrə diqqət etməliyik. İfadələrdən biri ondan ibarətdir ki, qanunsuz tikilmiş evlərə amnistiyanın tətbiq olunması. Məsələn, mən bu fikirdən razı deyiləm. Niyə görə razı deyiləm? Ona görə ki, amnistiya o hala tətbiq olunur ki, şəxs təqsirli olaraq nəyisə eləyir. Ancaq bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazisində hər hansı bir mənzilin, fərdi yaşayış evinin tikilməsi mümkünsüzdür. Çünki dövlət qurumları nəzarət edir. Hər hansı bir ümumiyyətcə bünövrənin qazılması zamanı dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları dərhal vətəndaşın başının üzərini kəsdirir ki, tikinti iş aparırsansa, bununla bağlı müvafiq sənədləri təqdim elə yine. Vətəndaş ya həmin sənədləri təqdim edir, həmin sənədlər də təqdim olunmadığı hallarda mövcud praktika ondan ibarətdir ki, müəyyən qeyri-prosesual sövdələşmələrə gedilir. Vətəndaş artıq qeyri-qanuni olan fərdi yaşayış evini tikib başa çatdırırsa, heç şübhəsiz ki, burada artıq qeyri-prosesual sövdələşmə baş vermişdir. Və bununla bağlı araşdırmanı da Azərbaycan Respublikasının Baş Prokurorluğu aparmalıdır. Ya burada günah müəyyən olunmalıdır vətəndaşın və vətəndaş hüquqi məsuliyyətə cəlb olunmalıdır və yaxud da ki, vətəndaşın tikdiyi evə göz yuman məmur hüquqi məsuliyyəti yaranır, cinayət məsuliyyəti və ya inzibati məsuliyyəti yaranır. Nəticə itibarilə artıq onunla bağlı amnistiya tətbiq olunmağa başlanılır. Ona görə də mən bu məsələdə amnistiya tətbiq olunmaqla vətəndaşların evlərinə sənədlərin verilməsi ifadəsi ilə razı deyiləm. Eyni zamanda bildirmək istəyirəm ki, dövlətin siyasi iradəsi çatır ki, müəyyən simvolik rüsumlar tətbiq olunmaqla deməli, müəyyən belə deyim də, ödənişləri dövlət büdcəsinə qəbul etməklə faktiki olaraq vətəndaşın mülkiyyət hüququnun rəsmiləşdirilməsini tanısın. Ona görə də mən hesab edirəm ki, əlbəttə ki, bu qərar veriləcəyi təqdirdə Sumqayıt şəhərindəki qeyri-qanuni tikilmiş fərdi yaşayış evlərinə də şamil olacaqdır və heç şübhəsiz ki, bununla bağlı müvafiq rəsmiləşdirmələr aparılacaqdır. Məsələnin hüquqi tərəfi aydındır. Bəs işin iqtisadi və maliyyə tərəfi necə tənzimlənməlidir? Dövlət rüsumları hesablanarkən vətəndaşın cibinə ziyan dəyməməsi üçün hansı meyarlar əsas götürülməlidir? İndi isə mövzunun maliyyə aspektlərinə. Əmlak məsələləri üzrə ekspert Müqabil Nuriyevin şərhi ilə nəzər salaq. Qeyd edək ki, indiki dövrdə ən ucuz həyət evləri 100 kvadrat metr götürsək, 1 kvadrat metr üçün 500 manatdan başlayan qiymətlərlə başa gəlir. Halbuki 4-5 il əvvəl həyət evinin 1 kvadrat metr dəyəri 300 manatdan başlayırdı. Daha əvvələ geçsə isə hətta 150 manata qədər enirdi. Məncə, mənzilin qiymətləndirilməsi onun tikildiyi dövrdə nəzər alınmaqla aparılsa, bu fikir daha məntiqli və yerində olardı. Bəli, görünən odur ki, sənədsiz evlər probleminin həlli üçün həm hüquqi, həm iqtisadi, həm də sosial aspektləri nəzərə alan kompleks bir dövlət proqramına ehtiyac var. Ekspertlərin də bildirdiyi kimi, ədalətli bir mexanizm minlərlə ailənin illərdir çəkdiyi bu problemə son qoya bilər. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.